Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuh. Dəyərli izləyicilər, bugün mən sizə ölkə gündəmini zəbt edən Kəlağayı haqqında qısa məlumat verəcəm. Bildiyiniz kimi Kəlağayı bizim Azərbaycan qadınlarının milli geyimlərindən olub, təqribən tarixi orta əsrlərə gedib çıxır, 11-ci, 12-ci əsrlərə gedib çıxır. Sosial şəbəkələrdə qarşıma bir video çıxdı və videonu izlədim və gördüm ki, orada bir dinşünas İmam Zəməxşərinin təfsir alimlərindən olan Zəməxşərinin təfsir kitabından Əhzab surəsi 9-cu ayənin təfsirindən gətirir ki, sitat gətirir ki, güya Zəməxşər deyir ki, bu ayədə keçən cilbəb kəlməsinin mənası Kəlağayı mənasındadır. Öncəliklə qeyd edim ki, cilbəb kəlməsini, yəni çarşaf kəlməsini Kəlağayı ilə eyniləşdirmək filoloji bir xətadır. Nə tarixcə üst-üstə düşür, nə də dilçilik baxımından. Tarix cəhətdən götürəndə Kəlağayının tarixi gedib çıxır orta əsrlərə. Amma cilbəb isə, çarşaf isə İslamın əmrlərindəndir, ilk əmrlərindəndir. 14 əsr bundan qabaq gəlmişdir. Həmçinin də İmam Zəməxşəri Əhl-i-Sünnənin mötəbər alimlərindən deyil. Əksinə İmam Zəməxşəri əqidə etibarı ilə Mötəzilə əqidəsində olub. Və Zəməxşəri o kitabda, təfsir kitabında belə kəlmə demir. Əksinə Zəməxşəri deyir ki, cilbəb kəlməsinin mənası tək paltardan ibarətdir, bütün bədəni örtəcək, başı və sinəni örtəcək paltardan ibarətdir. Həmçinin klassik lüğətə qayıtsaq görərik ki, Lisan-ül Arabda cilbəb kəlməsinin mənası bütün bədəni örtəcək çarşaf mənasındadır. Eləcə də qədim təfsir kitablarına qayıtsaq Tabariyə, Qurtubiyə və İbn Kəsirə görərik ki, bütün təfsir alimləri yekdilliklə ittifaq edirlər ki, cilbəb kəlməsinin mənası bütün bədəni örtən çarşaf mənasındadır. Ona görə çarşafı, yəni cilbəbi Kəlağayı ilə eyniləşdirmək doğru deyil. Kəlağayı bir baş örtüyüdür. Amma cilbəb, ayədə keçən cilbəb isə bütün bədəni örtəcək çarşaf mənasındadır. Ona görə bu cür təfsir etmək yanlışdır və təfsirdə olan təhrif sayılır. Selamun Aleyküm və Rəhmətullahi və Barakatuhu.